Mən uşaqlarımı sağlam verirəm, mənim üstümə Niqodna gəlir. Mən Əhmədov Qadir Adiloğlu, Ucar rayon sakini, 4 uşaq atasıyam. Mən oğlum Əhmədli Nadir Qadiroğlu hərbi xidmətə çağırılıb, gedib hərbi xidmətin yerinə yetirilib, çəkib, əskərin tərtəmiz, bütün fəxri fərmanlarından tutmuş, bütün hər sənəti qodunu gəlib evladım. Gələndən sonra aparmışam dövlətə işə qoymağa. Dedilər ki, sən evladın hərbi bileti yararsızdır. Onda aid oldu ki, baxdıq ki, gördük ki, bizim vayni biletimizin hərbi hissədə buradan Ucar komissarlığından gedəndə uşağıma Niqodna peçatı vurulub, mən kimsə evladın yerinə mən evladımı aparıblar. Belə çıxır. Sizdən artıq dərəcədə xahiş edirəm. Ali Baş Komandanımız, prezidentimiz, nazirlərimiz, bədəni məsəl xəstə adamım. Amma sizdən artıq dərəcədə xahiş edirəm. Mən indən sonra bu uşaqdan əlavə 2 dənə evlad böyüdürəm, oğlan evladı. O da əskəriyə yola salacağım inşallah. Yəni mən belə olmağı istəmirəm. Mən sizdən kömək istəyirəm ki, mən evladımın vayni biletin düzəlməkdə mən xahiş edirəm sizdən. Mənə köməklik eləyin.